Hər kəsə salam. Yepyeni bir videoyla bu gün qarşınızdayam. 5 ildən sonra YouTube kanalıma qayıtdıqdan sonra belə bir oturub sizlə söhbət videosu çəkməmişəm. Daha çox vlog videoları ilə qarşınıza gəldim. Amma bu gün həm məndən çox istənilən, həm də YouTube kanalımın formatına uyğun olan və bu videonu çəkməli olduğumu düşündüyüm bir mövzu ilə qarşınızdayam. Videonun başlığından da gördüyünüz üzrə bu gün dövlət və ictimai münasibətlər ixtisası haqqında danışacağıq. Əgər part 1-ə baxmamısınızsa, buralardan linkdən daxil olub baxa bilərsiniz. Mən o videonu yeni universitetə qəbul olmuş, məktəbi təzə bitirmiş bir tələbə olaraq çəkmişdim. Amma bu gün bu part 2-ni artıq oranın məzunu, hətta magistratura təhsilini bitirmiş şəxs olaraq çəkirəm. Öncəliklə belə başlamaq istəyirəm ki, həm o videomun, həm başqa yeni çəkdiyim videolarımın altına rəy bölməsində, eyni zamanda mənim Instagram səhifəmə də artıq neçə illərdir ki, belə deyək, hətta aktiv YouTube videoları çəkmədiyim halda suallar gəlir. İxtisas haqqında nələr fikirləşirəm, məsləhət edirəmmi, mənə nələr qazandırdı, hal-hazırda ümumiyyətlə mən bu 5 il boyunca, video çəkmədiyim 5 il boyunca nələr etdim, o ixtisas mənə nələr qazandırdı və s. kimi suallar, rəylər gəlirdi. Sadəcə qısa bir mesajla və yaxud da rəylə cavablandıra bilməyəcəyim qədər uzun bir izah vermək istədiyim üçün bu haqda bir video çəkmək qərarına gəldim. Bəli, peşmanam. Bu sözü deyəcəyimi çox insan gözləyirdi. Hətta bundan əvvəlki o videomun altında da indi belə tərifləyirsən, səni bitirəndə görəcəm və yaxud da ətrafımdakı insanlar o ixtisası oxuyub nə olacaqsan və s. kimi çox fikirlər eşitdim. Onların mənim nə olmağımı düşündüyünü bilmirəm. Yəni bu ixtisası oxuyub nə olacağımı təxmin elədiklərini, ümumiyyətlə nə olmalı olduğumu düşündüklərini bilmirəm. Amma mən tam istədiyim yerdəyəm, tam olmaq istədiyim yerdəyəm. Ümumiyyətlə məndən soruşursunuz ki, bu ixtisas məsləhətdirmi? Mənim əsas məsləhətim sizə bu ola bilər ki, əgər siz də belə düşünürsünüzsə, mən yeniliklərə açığam, mən bir iş eləmək istəmirəm və yaxud da mən sırf münasibətlər, vətəndaş və işçi münasibətləri olsun, dövlət qurumları olsun və s. bu kimi işlər istəyirəm deyirsinizsə, onda bu sahə sizə uyğundur. Düzdür, bu 16-17 yaşında bunu bilmək, bunu istəmək biraz absurd bir şeydir. Ümumiyyətlə, mən təhsil sistemimizin bu bizə qoyulan, belə deyim, etməlisən, indi seçməlisən kimi olan bu tələblərin əslində qarşısındayam. Çünki 16-17 yaşında bir şəxsdən yeniyetmədən bundan sonraki 35 illik həyatını və yaxud da neçə illik həyatını necə davam eləmək istədiyini seç indi və bu sadəcə bir imtahana bağlı demələri mənə görə düzgün bir şey deyil. Amma yaşadığımız həyat şəraiti, yaşadığımız ölkənin qanunları bunu gərəkdirir. Ona görə də mən belə düşünürəm ki, 16-17 yaşında artıq müəyyən dərəcədə şəxsiyyətimizin az da olsa formalaşdığı bir dövr olduğunu nəzərə alaraq, ən azından necə bir işlər, necə bir sahələr sizi maraqlandırdığını müəyyən dərəcədə anlamış ola bilərsiniz. Məsələn, şəxsən özümdən götürsəm, mən bir çərçivəyə ilişib qalmaq istəmirdim. Necə çərçivə? Yəni, müəllimə ümumiyyətlə olmaq istəmirdim və ondan əlavə sənin sahən belə deyək, hüquqdur, sənin hüquq diplomun var və sən ancaq hüquqşünas ola bilərsən. Mən bunu da istəmirdim. Çünki mən biraz belə deyək, yeniliyə açıq, fərqlilik sınamaq sevən, müəyyən fərqli sahələrə marağı olan bir şəxsiyyətəm. Ümumiyyətlə, uşaq vaxtımdan, məktəb vaxtımdan olmaq istədiyim sahələr, olmaq istədiyim peşələr o qədər çox dəyişib ki, tərcüməçi, müəllimə, səfir, diplomat və s. o qədər şey olmaq istəmişəm ki, və bunun axırında məndən gəlib artıq ixtisas seçimi zamanı soruşulanda mən bilmirəm cavabını verdim. Hər şeydən biraz olmaq istəyirəm cavabını verdim, amma əsas istədiyim bir çərçivəyə salınmamaq idi. Mən sonda diplomumu alıb o diplom üzrə işləmirəm sözünü demək istəmirdim.
Bunu da mən belə düşünürəm ki, bu ixtisas mənə vəd eləyirdi və verdi də. Amma yenə dediyim kimi, bu təbii ki, tələbənin belə deyək, qəbul imtahanı zamanı yığdığı baldan asılı olan bir məsələdir. Təbii ki, siz bu dəqiqə bu ixtisası istəyə bilərsiniz, amma balınız çatmırsa, yəni seçə bilməyəcəksiniz. Belə bir reallıq da var. Ona görə də mən hal-hazırda hər kəsə ümumiyyətlə qəbul imtahanına maksimum hazırlaşmağı və maksimum bacardıqları yüksək bal toplamağı tövsiyə edirəm ki, istədiyiniz seçimlər daha çox olsun. Mən ümumiyyətlə nə oxuyuramsa oxuyum, ingilis dilində oxumaq istəyirdim. Yəni bağça müəllimliyi belə oxusam, ingilis dilində oxumalıydım bunu. Mən bunu hər kəsə tövsiyə edirəm. Çünki ingilis bölməsi ilə Azərbaycan bölməsi və yaxud da rus bölməsi fərqi yoxdur. Aralarında çox böyük fərq var. Bu təbii ki, tələbənin belə deyək, qəbul imtahanı zamanı ingilis dili fənnindən yığdığı baldan asılı olan bir məsələdir. Ümumiyyətlə bilirsiniz, ADA Universitetində bütün ixtisaslar ingilis dilindədir və buna görə də mənim ilk prioritetim ADA Universiteti idi və mən qəbul olanda, mən müraciət edəndə mənim ixtisasım Bakı Dövlətdə ingilis dilində hələ təzə açılmışdı. Yəni mən bizim qrup bu ixtisasın Bakı Dövlətdə ilk ingilis dili məzunuyuq. Ona görə də belə düşünürəm ki, ingilis dilinə məzun olanlarda müəyyən fərqliliklər olur. Müəllimlər bizim yaşlara daha uyğun idi və düşüncə tərzi, dərsləri qavrama tərzimizi daha yaxşı anladıqları üçün daha biz uyğun idilər. Ümumiyyətlə biz universitet müddətində müəyyən fənlər keçirdik. Bu fənlər əsasən siyasi və sosioloji fənləri idi. Bunlara siyasət tarixi, sosial fikir tarixi, sosiologiya, dövlət idarə etməsi, iqtisadiyyat, maliyyə, sustainable development, yəni davamlı inkişaf fənləri, urbanizasiya fənləri və sair kimi fənlər daxil idi. Məsələn, bizdən sonrakı qruplar fəlsəfə keçirdi, amma biz fəlsəfə keçmirdik. Hal-hazırdakı qruplarla, yəni 2025-2026-cı ildə qəbul olan tələbələrin keçəcəyi fənlərlə bizim fənlər arasında, mənim keçdiyim fənlər arasında müəyyən fərqliliklər olacaq təbii ki. Çünki proqramlar eyni şəkildə qalmır. Bu ixtisas yeni bir ixtisas olduğu üçün, yəni inkişafa meyilli bir ixtisas olduğu üçün müəyyən fənlər çıxardıla bilər, müəyyən fənlər əlavə edilə bilər və sair kimi dəyişikliklər ola bilər. Ona görə də mən sadəcə sizə təcrübələrimdən və yaşadıqlarımdan danışıram. Hər şeydən əlavə isə 4 il müddətində, 4 il universitetə getdiyiniz müddətdə sadəcə universitetə gedib gəlib qiymətlərim əladır. Mən möhtəşəməm, tipli düşüncələrdə olmamağınızı, maksimum özünüzü inkişaf etdirməyinizi sizə tövsiyə edirəm. Bu inkişafa nələr daxildir? İngilis dili səviyyənizi yüksəltmək. Əgər yaxşı, qəşəng ingilis dili səviyyəniz varsa, əlavə yeni bir dil öyrənmək. Məsələn, mən alman dili öyrənirdim. Ondan əlavə, məsələn, könüllülərə, təcrübə proqramlarına qoşulmaq. Hansı ki, mən 2-ci kursda qoşulduğum təcrübə proqramında artıq işçi kimi fəaliyyətə keçdim və hal-hazırda artıq 5 ilim olacaq ki, mən hələ də o şirkətdə işləyirəm. Ona görə də, yəni, sizə fürsətlərin hardan gələcəyini siz bilmirsiniz. Öngörə bilmərsiniz. Ona görə də maksimum dərəcədə qarşınıza çıxan hər yararlı fürsətlərdən istifadə etməyinizi sizə tövsiyə görürəm. Universitet həyatı belədir ki, siz nə qədər sosiallaşsanız, siz nə qədər ətrafınıza networking deyirlər, şəbəkələşmə yaratsanız, o qədər də yeni imkanlar sizin qarşınıza çıxacaq, yeni imkanları görə biləcəksiniz, hər kəsdən yeni bir şey öyrənəcəksiniz. Ona görə də mən sizə ən böyük tövsiyəm bu ola bilər ki, hansı ixtisasda oxumağınızdan asılı olmayaraq, hansı universitetdə oxumağınızdan asılı olmayaraq heç vaxt inkişafınızı dayandırmayın. Deyə bilərsiniz ki, hər hansı bir kompüter proqramını mən niyə öyrənim və yaxud da mən niyə bir dil öyrənim, mənim ehtiyacım yoxdursa, ehtiyacınızın olmadığını bilə bilmərsiniz. Çünki siz universiteti bitirdikdən sonra və yaxud da bitirdiyiniz müddətdə qarşınıza elə bir iş təklifi çıxa bilər ki, elə bir iş çıxa bilər ki və yaxud da elə bir hər hansısa bir gözəl layihə çıxa bilər ki, sizdən həmin o ehtiyacım yoxdur, amma öyrənim dediyiniz dili tələb edə bilərlər. Həmin o ehtiyacım yoxdur, amma öyrənim dediyiniz o kompüter proqramını tələb edə bilərlər və bu da sizi öz yaşlarınızdan bir addım öndə atacaq. Ona görə də bunları sizə tövsiyə edirəm və ümid edirəm ki, sizə bu məsləhətlərim, bu fikirlərim yararlı olar.
İndi isə keçək bu ixtisası bitirdikdən sonra hər kəsin ən çox verdiyi və hər kəsin ən çox maraqlandığı sual. Bu ixtisası bitirdikdən sonra mən nə işləyəcəm? Harda işləyəcəm? Necə işləyəcəm? Vəzifələrim və yaxud da məsuliyyətlərim nələr olacaq? Belə deyim, ümumiyyətlə, əgər siz Azərbaycan təhsil müəssisələrində təhsil alırsınızsa, hər bir işin, belə deyək, təmin olunması var. Yəni siz hər bir sahə üzrə iş tapa bilərsiniz. Amma bu təbii ki, mən bayaq dediyim mövzuya əslində gəlir. Mən oxumuşam, bitirmişəm, qırmızı diplomum var, mənə iş verin. O elə olmur. Bir çox tələbələrin ixtisası üzrə işləyə bilməyən şəxslərin səbəblərindən biri bu ola bilər. Təbii ki, istisnalar var. Mən heç vaxt bunu qətiyyən budur səbəb demirəm. İstisnalar qaydanı pozulur. Mən qarşılaşdığım şəxslərin belə deyək, bir çoxu universitet təhsilini gözəl bitirib, amma universitet təhsili boyunca hər hansısa bir əlavə nailiyyəti yoxdur. Araşdırma etməyib, ümumiyyətlə iş bazarı ilə maraqlanmayıb, necə müraciət etmək lazımdır universiteti bitirdikdə bilmir. Məzun olandan sonra bu proseslə maraqlanmağa başlayır, gecdir. Siz artıq 3-cü kursdan, 2-ci kursdan, hətta 1-ci kursdan artıq maraqlanmalısınız. Çünki məsələn, müəllimələr MİQ imtahanına daxil olmalı. Siz MİQ imtahanına daxil olmaq üçün artıq hazırlaşmalısınız. Hazırlaşmaq üçün ən azı bir iliniz sizə olmalıdır ki, yəni rahat hazırlaşa bilərsiniz. Təbii ki, bunu 2-3 saya eləyə bilənlər də var, amma rahat olmaq üçün, rahat hazırlaşmaq üçün sizə bir il məncə kifayət eləyir. Digər tərəfdən, əgər siz xaricdə magistratura təhsili almaq istəyirsə, artıq sizin belə deyim, bir il öncədən, 6-7 ay öncədən IELTS sertifikatınız olmalıdır. Hətta təqaüdlə təhsil almaq istəyirsə, bu yenə dediyim kimi 8-9 ay öncədən olmalıdır. Bunun üçün də siz əvvəlcədən hazırlaşmağa başlamalısınız ki, istədiyiniz tələb olunan dil sertifikatını ala biləsiniz. Buna görə də yəni siz artıq öncədən 2-ci kursdan məsləhət edirəm ki, xaricdə magistratura təhsil almaq istəyirsə və yaxud da Azərbaycanda magistratura təhsili almaq istəyirsinizsə və yaxud da bakalavr bitirdikdən sonra mən dövlət işində işləmək istəyirəm deyirsinizsə, artıq 2-ci, 3-cü kursda bu proseslər haqqında maraqlanmalısınız. Ki, gələcək növbəti bir işinizi artıq planlaşdıra biləsiniz. Bu ixtisası bitirdikdən sonra siz magistratura təhsili ala bilərsiniz. Hansı ki, ödənişli və ya ödənişsiz ictimai siyasət, gənclərlə iş və s. kimi sahələr üzrə müəyyən universitetlərdə təhsil ala bilərsiniz. Eyni zamanda MBA təhsil ala bilərsiniz. Hansı ki, bütün universitetlərdə ödənişlidir və siz bu MBA-də ixtisasınızı dəyişə bilərsiniz. İxtisasını dəyişmək nə mənada? Yəni məcbur deyilsiniz ki, sırf bu ixtisasla əlaqəli hər hansı bir fərqi yoxdur. Müəllimlik oxumusunuzsa və başqa ixtisas oxumusunuzsa, yəni eynisini oxumağa məcbur deyilsiniz. MBA üzrə project management layihələrin idarə edilməsi, insan resursları və s. kimi ixtisaslarda təhsil ala bilərsiniz. Təbii ki, bizdə magistratura təhsili almaq imtahanladır. Siz imtahan verməlisiniz. Dövlət işinə düzəlmək istəyirsinizsə, dövlət qulluq imtahanı verməlisiniz. Bu imtahanı verdikdən sonra A, B kateqoriyalarına uyğun siz nəticə əldə edirsiniz. Hansı ki, bu nəticə sayəsində həmin kateqoriyalara uyğun vəzifələrdə işə düzələ bilərsiniz. Təbii ki, bu proses biraz uzun prosesdir və yorucudur. Amma yenə də əgər mən dövlət sahəsində işləmək istəyirəm, nazirlikdə işləmək istəyirəm kimi bir istəkləriniz varsa, bu yorucu prosesləri keçmək lazımdır. Mənim dövlət işində işləmək kimi bir istəyim olmadığı üçün bu proseslərə daxil olmamışam. Gələcəkdə bəlkə istəyərəm, bəlkə imtahana hazırlaşaram. Bunlar olsa biləcəksiniz və təbii ki, bunlar haqqında da məlumat videoları paylaşaram. Amma hal-hazırda elə bir planım, istəyim olmadığı üçün detallı məlumat sizə verə bilməyəcəm. Sadəcə olaraq ümumi məlumat verirəm. Bu dövlət qulluğu imtahanını verdikdən sonra hansı vəzifələr olur? Bu vəzifələr dəyişir. Belə deyim, müəyyən vəzifələr olur və həmin vəzifələrin altında qeyd olunur ki, hansı ixtisası bitirən tələbələr bu ixtisasda, bu vəzifədə, bu peşədə işləyə bilərlər və harda ki, bizim ixtisasın, dövlət və ictimai münasibətlər ixtisasının adı varsa, siz onlarda işləyə bilərsiniz. Mən bu hissəyə peşə adları qoyacağam, ixtisasların adlarını qoyacağam. Siz buradan hansı peşələrdə, hansı vəzifələrdə işləyə bilərsiniz, misallar üzrə görə bilərsiniz. Ən çox verilən sualın da cavabını detallı bir şəkildə belə cavablamaq istədim. Harda işləyə bilərsiniz sualın cavabı da bu idi. İndi isə keçək, mən 5 il müddətində nələr etdim, mən harda çalışıram, bu ixtisas mənə yararlı oldu mu? Əslində bu sual cavabını verdim.
amma yenə daha fərqli formada vermək istəyirəm və magistr təhsilim haqqında. Mənim magistr təhsilim Litvada oldu. Mən Litvanın top 2-ci universitetində təhsil aldım. Public Policy and Security ixtisası idi. Hansı ki, ictimai idarə etmə və təhlükəsizlik. Bura data analitika, texniki olaraq tam dərindən deyil və ictimai idarə etmə, siyasət kimi fənlər daxil idi. Layihələrin idarə olunması, dataların toplanması, şirkətlərdə və ya bizneslərdə risklərin analiz edilməsi kimi fənlər və peşə sahələrinə yiyələnə biləcəyim bir ixtisasdır. Və belə mən universitetimdən və ixtisasımdan həm Bakı Dövlətdən, həm Kaunas Universitetindən çox razıyam. Kaunas Universitetindəki təhsilim belə rahat idi ki, mənim hər gün dərsə getməyə ehtiyacım yox idi. Buna məcbur deyildim. Aldığım dərslər praktiki olurdu. Yəni 90 dəqiqə siz məcbur deyilsiniz müəllimin sözlərini dinləyib yazmağa. Düzdür, artıq yazmaq çox qalmayıb, amma yenə də qeydlər götürməyə və yaxud da müəllim sizə uzun vərəqlərlə dolu dərsləri vermir, PDF-lər vermir. Sadəcə olaraq bir slayd olur və slaydda sizə əsas terminləri izah etdikdən sonra sizə bir tapşırıq verir. Siz həmin tapşırığı etdikdən sonra başa düşürsünüz ki, bu fən və yaxud da bugünkü dərsimiz nədən ibarət idi. İmtahanlar da çox rahat olurdu. Yəni yazma falan belə şeylər yox idi. Ona görə də mən ixtisasımdan və universitetimdən çox razıyam. Düzdür, bu video Bakı Dövlət və Dövlət İctimai Münasibətlər ixtisası haqqında, amma bu haqqında məlumat vermək istədim sizə. Mən hal-hazırda xarici təhsil eksperti olaraq fəaliyyət göstərirəm və artıq 5 ildir ki, bu sahədəyəm. 2-ci kursdan bəri bu sahədə çalışıram. Mən ilk öncə təcrübə proqramına qoşulmuşdum, təcrübəçi olaraq daxil olmuşdum. 4 aylıq təcrübə idi, amma sonra fəaliyyətim 2 aydan sonra rəsmi işçi kimi təsdiqləndi və mən artıq uzun bir müddətdir ki, bu sahə üzrə çalışıram və kifayət qədər də təcrübəm var. Eyni zamanda ixtisasımla əlaqəli olduğunu düşünürəm. Çünki ictimai münasibətlərdir, yəni insanlarla münasibətdir, təhsil haqqındadır və buna görə də mən özümü ixtisasım üzrə işlədiyimi hesab edirəm. Bəzi insanlar üçün bu belə olmaya bilər, amma belə deyək, hər kəsin öz doğruları özünədir. Həm Avropa təhsili, həm Azərbaycan təhsili haqqında kifayət qədər təcrübəm və məlumatım olduğu üçün bu formada təhsil haqqında fikirlər və məsləhətlər verə biləcəyimi düşünürəm sizə. Sizlərə kömək edə biləcəyimi düşünürəm. Ona görə də bu YouTube kanalımın fəaliyyətini yenidən aktivləşdirmək istədim. Eyni zamanda əgər hər hansısa bir sualınız, məlumat almaq istədiyiniz bir mövzu olarsa, mənə rahatlıqla rəy bölməsində yaza bilərsiniz. Uzun bir mövzu olarsa, mən onun haqqında yenidən bir detallı bir video çəkərəm və yaxud da sizə rəy bölməsində detallı izahlar, cavablar verə bilərəm. Və beləliklə videonun sonuna gəldiyimizi düşünürəm. Əgər hər hansı demədiyim, sizə maraqlı qalan, sizə qaranlıq qalan bir mövzu varsa, bir hissə varsa, istər ixtisasla bağlı olsun, istər ümumi təhsillə bağlı olsun, mənə rahatlıqla yaza bilərsiniz. Ümid edirəm ki, videom hər kəsə yararlı olar. Kim ki maraqlanır, kim ki istəyirdi, onlara yararlı olar. Ümid edirəm bu ilki qəbul imtahanına daxil olan hər kəs istədiyi balı toplayar, istədiyi ixtisaslarda təhsil ala bilər. Amma heç vaxt bunu unutmayın ki, qəbul imtahanı həyatın sonu deyil. Şanslarınız çoxdur. Hər formada şanslardan istifadə edə bilərsiniz. Özünüzü heç vaxt bir imtahana görə çox stresə salmayın. Sadəcə olaraq bunun sizin həyatınızda önəmli olduğunu və hal-hazırda bir mərhələ olduğunu düşünüb, bu mərhələni keçməli olduğunuzu düşünüb, məsuliyyət hiss edib ona uyğun çalışmağınızı sizə məsləhət görürəm. Hazırlaşın, əlinizdən gələni edin və imtahana daxil olun. İstəmədiyiniz ixtisas olsa belə, siz yenidən ixtisasınızı dəyişə bilərsiniz, yeni başqa ixtisas oxuya bilərsiniz, yenidən eyni bakalavr təhsil ala bilərsiniz, magistrda, master təhsilində siz ixtisasını dəyişə bilərsiniz, müəyyən çönəliklərə, təcrübə proqramlarına, kurslara qoşularaq başqa bir ixtisasa da yönələ bilərsiniz. Buna görə də heç vaxt özünüzü pis hiss etməyin. Hər zaman özgüvənli, hər zaman özünə inanan bir şəxs olun və unutmayın ki, bu həyatda ən önəmli siz özünüzsüz. Buna görə də maksimum özünüzə və həyatınıza məsuliyyətli yanaşsanız, hər bir şeydə nail ola biləcəksiniz. Belə, yenə ümid edirəm ki, videom sizə yararlı oldu. Sağollaşmaq vaxtı gəldi. Növbəti videolarımda görüşmək üzərə. Hər birinizə uğurlar arzulayıram və sağollaşıram. Sağ olun.